Dünən mayın 22-si. Gəncədə yağan güclü yağışdan sonra Dövlət Milli Dram Teatrında təhlükəli vəziyyət yaranıb. Gəncə xəbərin məlumatına görə teatrın texniki otağında yerləşən su nasuslarına baxış keçirmək üçün zirzəmiyə enən işçi geri qayıdarkən yağış sularının yığılması səbəbindən içəridə qalıb. Su səviyyəsi isə qapının yarısından çoxunu tutub. Teatrın digər əməkdaşları vəziyyətə müdaxilə edərək içəridə qalan işçini təhlükəsiz şəkildə çıxarmağa nail olublar. Ay,